1.6 olacaq. Sonra iki mühitə ayıran 20-ci sualda sərhəddə Şua düşərkən düşmə bucağının müəyyən alfa qiymətində düşmə bucağı sinusunun sınma bucağının sinusuna olan nisbəti n-ə bərabərdir. Yəni düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti n-ə bərabərdir. Düşmə bucağını 2 dəfə artırsaq, sındırma əmsalı nəyə bərabərdir? Baxın, burada heç bir dəyişiklik olmur. Yəni də sındırma əmsalı n olaraq qalxır. Çünki bizim düşmə bucağımızın qiyməti 2 dəfə artarsa, eyni şəkildə sınma bucağımızın da qiyməti 2 dəfə artmış olur. Odur ki, sındırma əmsalı yəni dəyişməz və buradan da cavabımız n olacaqdır. 22. Almazda işığın yayılma müddəti eyni qalınlıqlı şüşədə yayılma müddətindən neçə dəfə böyükdür. İndi bu səfər almazdakı müddətin şüşədəkindən neçə dəfə böyük olduğunu istəyir. Yəni almazdakı müddətin şüşədəkindən neçə dəfə böyük olduğunu soruşur. Fikir versək, sındırma ilə zaman düz asılıdır. O zaman n almaz bölünsün n şüşə olur. Almazda 2.4 olur. Şüşədə də 1.5. Yenidən cavabımız 1.6 olacaq. Sonra 23-cü testə baxırıq. Hava maye sərhədində 60 dərəcəlik bucaq altında düşən işıq şüası. Baxın, bucağımız 60 dərəcə düşmə bucağımız. İşıq şüası mayedə, yəni mühitdə belə qeyd edəsək, 3/2 S sürəti ilə yayılır. İşığın sınma bucağının sinusunu hesablayın. Baxın, düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti, baxın, əgər bizim sürətimiz sındırma əmsalı sürətlə, daha doğrusu sürətimiz sındırma ilə tərs asılıdırsa və belə çıxır ki, sındırma əmsalının özü də bucaqla tərs asılı olduğu üçün sürətlə düz asılı olacaq. Yəni V mühit, daha doğrusu burada V hava yazsaq, burada V mühit yazaq. Sinus 60 dərəcə qeyd edək, yerinə qoyaq. Sinus qamma bizdən istənilir. Bərabərdir. Baxın, havadakı anlamı, o demək ki, işığın havadakı sürəti S-dir. Biz əvəzləri S yazırıq. Mühitdəkini də bizə kökdə 2 bölünsün kökdə 3 yuxarıda yazaq. S-də qalır burada. İxtisar gedir. Və bizim sinus qammamız sinus 60 dərəcədə bilirsiniz ki, sinus kökdə 3 bölü 2-dir. Yəni kökdə 3 bölü 2-ni vururuq kökdə 2-yə, bölürük kökdə 3-ə və ixtisarlarımızda isə kökdə 2 böl 2 qalacaq. Yəni Y variantı. Daha sonra 24-cü testə baxırıq. Havadakı prizma üzərinə düşən işıq şüasının yolu göstərilmişdir. Prizmanın sındırma əmsalı, baxın, prizma, bax bu sındırma əmsalı kökdə 3 olacaqdır. Düşmə bucağı, bax, fikir versəniz, buna normal düz səth kimi baxsaz və buna normal, ona qalmış bir normal təsəvvür etsəz, havadan gələn bu bucaq, normal arasındakı bucaq düşmə bucağı olur. Normalla sınav şüasındakı bucaq sınma bucağı olur. Yəni, digərlərindən fərqli bir tərəfi yoxdur. Sadəcə bu prizma daxilinə keçir. Yenə də biz düşmə bucağı bölünsün, sınma bucağı bərabərdir. N-lə bilirsiniz ki, tərs asılıdır. Odur ki, yazırıq ki, N prizma, çünki şüşədə olan sınan tərəfdəki prizma maddəsidir. Düşmə bucağımız ise havada olandır, N hava. Bizdən sinus sınma bucağını istəyir. 60 dərəcə, sinus 60 dərəcə, kökdə 3 böl 2 sinus qamma bərabər N prizmanı kökdə 3 verir. N hava da bilirsiniz ki, 1'dir. İxtisar getsək, buradan 2 sinus qamma 1'ə bərabər olur. Sinus qamma da 2'də 1 olacaq. 30 dərəcəli bucağın sinusu 2'də 1'dir. Cavabımız 30 dərəcə olacaqdır. Suyun, spirtin və şüşənin 25-ci testdə mütləq sındırma əmsalı olaraq verilmişdir. Bu maddələrin hansının tam daxil qayıtmanın limit bucağı ən kiçikdir. Bizdə sinus alfa 0 bərabərdir 1 bölü endüstridir tam daxili qayıtmada. Yenə də biz öncəki testlərdə demişdik ki, bucaqla sındırma əmsalı tərsdir. Və bizdə tam daxili qayıtma limit bucağı ən kiçik deyirsə, sındırması ən böyük olan olmalıdır. Baxın, bu da 1.6. Uyğun olaraq şüşəyə uyğun gəlir. Digər tərəfdə ən, demək, burada hansı istəmişdir? Ən kiçiyini istəyirsə, qeyd etdiyim kimi ən böyük. Burada ən böyüyünü istəyirsə, sındırması ən kiçik olanı götürməliyik. 1.33, o da su olacaqdır.
Sonra 27-ci testdə işıq havadan şüşəyə keçir. Şüşə daxilində şüanın yolunu göstərin qeyd edilir. Fikir versəniz, havadan düşən şüa, əgər mühit dəyişməsəydi, baxın, bu onun normal yolu olardı. Amma enin havanın sındırması 1-dir, şüşənin sındırması isə havadan böyükdür. Ən kiçik birisi ki, havadadır. Kiçikdən böyüyə keçdiyi üçün bilirik ki, bucaq da tərs asılıdır sındırma ilə. Sındırma əmsalımız böyüdüyü üçün sınma bucağımız kiçilməlidir. Yəni normal yolundan içəriyə doğru. Yəni bura normal qaldırmış, normal kimi baxsaq, baxın, bu normala doğru yaxınlaşan olmalıdır. 4-cü olacaqdır. Sonra 28-ci testdə 1 və 3 mühitləri mütləq sındırma əmsalları eynidir. Gördüyünüz kimi qeyd olunur. Qamma bucağı nəyə bərabərdir? Burada alfa, əlbəttə ki, əgər sındırma əmsalları eynidirsə, o zaman onların bucaqları da eynidir. Yəni, birinci mühitlə 3-cü mühitin bucaqları da bir-birinə bərabərdir. Bizdən də o soruşulur. Sonra 29-cu testdə şəkildə sındırma əmsalları N1, N2, N3 olan 3 mühitdə şüanın yolları göstərilmişdir. Sındırma əmsalları arasındakı hansı münasibət doğrudur? Fikir versək, burada 3 mühit var və hər bir mühitin normalı var. Fikir versəniz, burada düşmə bucağı alfa, beta və sonra yenidən alfa bucağı var. Bu sınma bucağıdır. Fikir versəniz, birinci və üçüncü mühitin bucaqları ikisi də alfadır. O, belə çıxır ki, onların sındırmaları da bir-birinə bərabərdir. Lakin, fikir verin, bir qədər diqqətli olsanız, N2 mühitinin bucağı böyükdür. Bucaq böyüdükcə sındırma əmsalı kiçilməlidir. Yəni, N2 bunlardan kiçik olacaq. N1 N3-ə bərabərdir. Onlar da böyükdür N2-dən A variantı. 30-cu testə baxırıq. İşıq şüası havadan mütləq sındırma əmsalı N olan mühitə keçir. Düşən və qayıdan şüalar arasındakı bucaq 60 dərəcə varsa, sınma bucağı nəyə bərabərdir? Yenə də mühitimizi çəkək, normalımızı göstərək. Baxın, düşən və qayıdan şüalar arasındakı bucaq 60-dır. Yəni, düşür və qayıdır. Ara bucağı 60 olursa, təkcə düşməyə 30 düşür. Çünki biz demişdik ki, düşmə bucağı qayıtmaya bərabər. Buna 30 desək, düşmə bucağımıza və mühiti keçir, sınır. Və bizdən sınma bucağının sinusunu istəyir. Və qeyd etdiyim kimi, burada biz mütənasiblik yazırıq. Baxın, sındırma əmsalı gəlin sinus alfa düşmə bucağı, sinus sınma bucağı. Bucaqla tərs asılı olduğu üçün N havanı aşağıda yazırıq, N mühiti yuxarıda yazırıq. Sinus alfamız 30 dərəcə verir. Belə çıxır ki, 2-də 1 olur. Sinus qamma istənilir, bərabərdir. N mühitin N olduğu qeyd olunur. N havada da 1-dir. Burada çarpaz vursaq, alınır 2 sinus qamma bərabərdir N. Sinus qamma da N bölü 2 olacaq. Demək, burada bizdə sınma bucağının sinusunu istəyir. Baxaq, burada bizdə nə əksilik oldu? Havanın aşağıda qamma. Yasa bucaq 60 dərəcə olur deyir. Sınma bucağının sinusunu istəyir. Bəli, hər şey doğrudur. Sinus 30 dərəcə 2-də 1. Mühitimiz N, 1, 2 N. Aha, burada bir yanlışlıq olub. 2 sinus qamma vur N bərabərdir 1. Buradan da sinus qamma bərabərdir 1 bölünsün 2N olacaqdır. 1 bölünsün 2N. D variantı. Sonra növbəti sualda işıq şüası havadan mütləq sındırma əmsalı olan N-ə keçir. Bu dəfə havadan mütləq sındırma əmsalı N-ə keçir. Düşən qayıdan şüa arasındakı bucaq 120-dir. Bayaq qeyd etdiyim kimi, əgər düşən və qayıdan 120-dirsə, hər birinə 60 düşəcək. Sınma bucağı istənilir yenidən. Sinus alfa böl sinus qamma bərabərdir N hava, tərs asılıdır, N mühit. Sinus alfamız 60 dərəcədirsə, kökdə 3 böl 2, sinus qamma istənilir. N mühit yenidən N göstərilir. Havadakı da bildiyiniz kimi 1-dir. Çarpaz vursaq, 2N sinus sigma bərabərdir kökdə 3. Sinus sigma da kökdə 3 böl 2N olacaqdır. Baxın, niyə var? 32-ci sualda mütləq sındırma əmsalı N olan maddədən hazırlanmış deqanlıqla lövhədən işığın keçmə müddətini istəyir. Baxın, bayaq bu düstur haqqında biz məlumat vermişdik. Baxın, bu düsturdur. Buradan müddətimiz istənilirsə ND bölünsün S olacaq. ND, baxın, bu bölünsün S olacaq. Sonra sındırma əmsalını istəyir. Sındırma əmsalımız da ST böl D olacaq. Bunun haqqında məlumat vermişdim.
Sonra 34-cü test. Birinci müstəvi güzgü üzərində düşən şua ikinci müstəvi güzgünün əksi olunduqda hansı nöqtədən keçər? Baxın, bura bir normal qaldırsaq, düşmə bucağımız bu bucaqdır və qayıdan şua da buna bərabər olmalıdır. Eyni damanı, baxın, eyni formada çəkirəm və bu yolu izləyirəm. Aha. Daha doğrusu bu güzgü üzərinə düşən bir normal qaldıram və düşmə bucağı eynən qayıtma bucağına bərabər olmalıdır. Daha sonra isə bu yolu izləyirik. Baxın, el nöqtəsindən keçmiş olur.